Bugün məni ən yaxşı kim tanıyır, ona ayırd eləyəcəyik. Anam, yoxsa həyat yoldaşım. Ona görə də sual verəcəm hər ikisinə də. Beləliklə, getdik mamam. Mama, mənim neçə yaşım var? Sənin 46. Düzdür, 46-ya keçmişəm. Günay, 2009-cu il martın 17-sində səhər yeməyində nə yemiş? Ne bileyim. Bilmədin. 1-0 anam öndədir. Mama, mən hansı şəhərdən anadan olmuşam? Sən belə Şuşanın o gözəl Şuşanın gözəl göbəyindən anadan olmusan. Bravo, anam 2. Günay. 5-ci sinifdə oxuyanda mənim yanımda oturan parta yoldaşımın adı nə idi? Ajdar, bu ne sualdı? Ben ne bileyim. 2-0 anam öndədir. Deməli anam məni daha yaxşı tanıyır. Sonra keçirik növbəti sevdiyim meyvə hansıdır mama? Gilanar. Bravo! Anama. 3 anam. Günaya gəlir sual. Mənim neçə aylığımda ilk dişim çıxıb? 4. Neçə aylığımda çıxıb? 9 aylığında, 8 aylığında bax belə. 8-9 aylığımda. Anam 4-0. Ay ana mən nətər tanıyırsan sən? Deməli, mama mən solaxayam yoxsa sağla hərəkətim? Yox, sağla. Və Günaya, mənim ilk uşaq velosipedimin rəngi nə idi? O sən mən heç tanımırsan ki. Ay Allah. 14 ildir bir yerdə mənlə bağlı heç bir sualı sən bilmədin. Velosipedin rengi ne day bala? Ana sənə bu anam, məni necə tanıyır anam? Görsən Elə adam tanıyır, elə tanıyır. Heç şuna dünya aləm yığılsa, de aç ürəyini mənə desən de. səni mən qədər tanıya bilməz. Başka cür ola da bilmez. Elbette kaynanam tanımalı. Mən gəlinimdən də razıyam. Səni tanımadığını elə suallar verdin ki, heç onu yazıq nə bilsin. Gördün. Kaynanam Heç mən onları bilmirdim. Yox, deməli anam məni daha yaxşı tanıyır. Sizcə dəqiq oldu yoxsa yox? Rəylərdə yazarsınız.